Bugün müzakirə kontekstində mən hörmətli həmkarıma Ermənistan regionda olan post-münaqişə reallıqları və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra hazırda ölkəmiz tərəfindən Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində atılan addımlar və son inkişaflar barədə ətraflı məlumat verdim. Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında birbaşa iki tərəfli danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən bir formatdır və bunun təsdiqi olaraq son 6 ay ərzində təxminən bir sıra silsilə etimad quruculuq tədbirlərinə nail olunması bir misal kimi gətirmək olar. Ən yeni inkişaflar sırasında aprel ayında iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi, diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad edilməsini biz çox müsbət inkişaf kimi qeyd edə bilərik.